Salam aleykum, sabahınız xeyir olsun. Mənim əziz bacı və qardaşlarım. Şəhla bibi hər zamanki kimi qarşınızdadır. Və bugün sizə yenə də mötərizə içində şad xəbərlə gəlmişəm. Deməli, Milli Məclisdə qərar verildi. Milli Məclisdə belə bir qərara gəldilər ki, yəni Milli Məclis deyərkən Həzrəti Yusifin kahinləri belə bir qərara gəldi ki, bundan sonra hər hansı bir nazir ölərsə, yəni görbagör olarsa, hər hansı bir millət vəkili və yaxud da məmur və yaxud da icra hakimləri, yəni məmur qisminə aid olan insanlar ölərsə, görbagör olarsa, onlardan sonra qalan varislərə, vərasələrə deməli, aldığı maaşdan 5 dəfə artıq maaş veriləcək. Başa düşmədinizsə, mən təzdən bunu təkrar edə bilərəm. Yəni, bundan sonra millət vəkilləri, ya nazirlər, ya hər hansı bir məmur görbagör olarsa, cəhənnəmə vasil olarsa, onlardan qalan varislər və varasalara 5 dəfə artıq maaşından 5 dəfə artıq pul veriləcək, nəvaziş veriləcək. Yəni, bu nə deməkdir? Uşaq pulun ala bilməyənlər, əməkli maaşın, pensiyasını ala bilməyənlər, ümumiyyətlə sosialdan heç bir şey ala bilməyən insanlar ac oturub onların davamçısının yeməklərinə, onlar yeyəcəklər, acılar da oturub onların ağzına baxmağa davam edəcək. Yəni, bunu mən sizə özümdən çıxartmıram, elə bilərsiniz özümdən çıxartmışam, xeyr. Bir məqalə oxudum və o məqalədə millət vəkili belə bir qərar verdilər ki, bundan sonra bizdən sonrakilər də yeyəcək. Yəni, biz ölsək belə, bizim nəslimiz, bizim qırılmışlarımız, bizim fahişələrimiz, bizdən törənən petuxlar, bizdən törənən qəhvələr, hamısı ömür boyu yemək yeyəcəklər və ac cəmaat, qara cəmaat oturub onlara həsrətlə baxacaq. Amma sizə bir tərəfdən əcəb olur. Qoy deyim mən niyə əcəb olur. Siz hələ də Perpetuxun canlısında 10.000, 12 nəfər insan kimdir? Çoxsunun da səhifəsində baxıram. Mən yaşlı arvadlardır ya. Oturub dolma bükür. Məsələn, Baboşun, onun bunun Petuxun səhifəsində. Məsələn, Günəşli Kəmalə Götümcan. Kəmalə Götümcan. Familiyası onun Götümcandır. Kəmalə Götümcan onun səhifəsində, onun canlı yayınında, hətta elə adi bir videosunun altında minlərlə insan ona ürək göndərir. Minlərlə ona insan sitayiş eləyir. Kəmalə Götümcan səhnədə oxuyanda insanlar səhnəyə üzün çöndərirsə, Kəmalə Götümcan dalın çöndərir. Və bizim insanlarımız buna rağmen onun götünə baxaraq selfie çəkirlər. Otururlar ki, onun götü ilə də olsa biz selfie çəkək ki, biz bu günləri Kəmalə Götümcanın, Kəmalə Günəşlinin götü ilə selfie çəkmişik. Götü belə olsa bizim insanlar bununla qidalanırlar. Ay mənim gözəl qardaşlarım, ay mənim gözəl bacılarım. Yəni, bu xalq əgər belə bir insanlarla qidalanmağa başı qarışıbsa, bu xalqın əgər polislərinə petuxlar iş verirsə, bu xalqdan sən nə gözləyə bilərsən? Bunun sonu nə ola bilər ki? Heç bir şey. Ay nə bilim bir olaq, ay bilmirəm qalxaq, hələ nə qalxmayaq, cəmaatın ki heç qalxmır öcə acından, badımcan yeməkdən. Nə qalxmayıq, hara qalxmayıq? Öcə qaldıra bilmirsiniz heç nəyimizi. Heç nəyimiz qalxmayacaqsınız bundan sonra. Vəbşə elə belə gəzəcəksiniz. Bax belə, pipetka kimi.
Belə gəzəcəksiniz ömrü boyu. Niyə? Çünki ömür boyu oturdunuz, ancaq öz qapınızı düşündünüz. Hər kəs oturdu ki, vay dədə birdən məni işdən çıxardarlar. Vay dədə bel əydiniz, onun bunun qabağında boyun bükdünüz, onun bunun qarşısında belinizi əydiniz. İnsan Allahdan başqa heç kəsin qarşısında boyun əyməməlidir. Kim olursa olsun, istəyir vəzifəli olsun, istəyir vəzifəsiz olsun, istəyir kim olursa olsun, istəyir qadın olsun, istəyir kişi olsun. Allahın yaratdığı bəndə Allahdan başqa heç kəsə boyun əyməməlidir. Başa düşdün? Bir millət ki, onun bunun qabağında iki qat bükülsün, baş üstə Gül Məmməd müəllim, baş üstə Gül Məmməd müəllim, baş üstə Gül Məmməd müəllim eləsin ha. O millətdən nə gözləyirsən sən? O insanlardan nə gözləyirsən sən? Hansı əminamanlıq, hansı birlik, hansı şey gözləmək olar? Bax, indi təzə il gəlir. Təzə il gəlir də, təzə ildir də indi. Nə olsun miladın ilidir, İsa Peyğəmbərin ilidir. Axır ki, bütün dünya bu ili qeyd edir də təzə il olaraq. Hə. Bizimkilər dəhşətlə qeyd edir. Millət vəkilləri, nazirlər, böyük vəzifəli uşaqlar gedirlər öz dədəsiz yetimçələri üçün, öz nəvələri üçün Şaxta baba alırlar. Şaxta baba 2000 manatlıq, 3000 manatlıq. Yəni Şaxta baba nə boyda uzundursa, nə qədər yekədirsə, 2 metrə, 3 metrə boyunda Şaxta baba alırlar. 2000, 3000 manat, 5000 manat. Danışan Şaxta baba eləsi var ki, 10.000 manat. İngiltərədən Şaxta baba gətirir. Çünki vaxtı ilə Şaxta baba bunların anasına, bacısına geyindirib. Oğrar, Şaxta baba var. Ha? Vapşe Şaxta baba kimdir? Ay gicdillahlar, ay xəstələr, ay başdan xiyarlar bilən. Uşaqlarınızın əlindən elə kasıblara da buradan səslənirəm mən. Körpələrinizin əlindən tutmusunuz, gedirsiniz Şaxta baba almağa. Hələ kasıblara da deyirəm burada. Şaxta baba kimdir vəbşə? Dalbayoblar. Hə? Xəstəsiz, gedin başınızı müalicə eləyin siz. Hə? Rəsulullahın əhl-i beytin qəbul eləmirlər. Gör nə qədər dalbayob gicdillah insanlardır ki, Rəsulullahın əhl-i beytin qəbul eləmirlər. Rəsulullahın ailəsi çarmıxa çəkilib. İslam uğrunda ilk şəhid verən insanlarımızı qəbul eləmirlər körpə qarşı. Gedib balaları üçün maaşın alır, fikir verirəm mən. Cavan gəlindir, kasıbdır, gedib maaşını alır. Atdana qaçır uşağı ilə Vasmoyun bazarına ki, biraz ucuz alsın. Şaxta baba almağa gedir, yolka almağa gedir, iqruşka almağa gedir. Nə deməkdir bu? Vəbşə nə başa düşürsünüz siz buradan? Mən heç də başa düşmürəm. Mənim atam, anam Sovet hökumətinin vaxtından belə biz evimizə heç vaxtı Şaxta baba almamışıq. Biz heç vaxtı yolka almamışıq. Təzə il gəlib oturmuşuq, Allahla danışmışıq. Allaha dua eləmişik ki, ya Rəbbim, bu ildə olan qəhəbələr, bu ildə olan nazirlər, bu ildə olan insana çəkdirənləri yox elə, ya Rəbbim. Təzə ilə bizim üzümüzü güldür. Dualar eləmişik. Allahla əlimizi açmışıq. Allaha əlimizi qaldırmışıq. Allaha dua eləmişik ki, ya Rəbbim, bizim düzəlməyən işimizi düz gətir. Bizim qapımızı bağlayanların qapısını bağla. Yəni, belə bir gözəl dualar eləmişik. Biz elə görmüşük təzə ili qarşılayanda, ya Novruz bayramında, ya bir xeyirdə, şərdə. Şaxta baba alırlar. Şaxta baba, Şaxtacan, haydaşam bu vaxtacan. Gəlmişəm sizə, buzlu daşlarımı gətirmişəm. Nə Şaxta baba la? Şaxta baba kimdir vəbşə? Gedirsiniz uşaqlarınızı sizdən pul qopartma şeyi ilə yolka baba, Şaxta babanın şeylərini düzəldirlər klublarda, hansısa mədəniyyət saraylarında. Şaxta babaya aid yolka bayramı, bilmirəm Şaxta baba bayramı, payatı ona sənin. Gedirlər, bilet alırlar ki, uşağımıza Şaxta baba hədiyyə verəcək. Hədiyyənin içindən də köhnə piçenliklər, qurtlu şokoladlar, qurtlu konfetlər cəmaata paylayırlar, soxuşdururlar ki, hədiyyə paketləri ilə cəmaatın balalarını zəhərləyirlər. Hə, başa düşdünüz məni? Hələ o böyük adamların aldıqları Şaxta babalara bax. Oğraşlar gedib 3000, 4000 manat verib, 5000 manat verib atasızlarımıza Şaxta baba almaydansa, heç olmasa yeni ildə kasıb-küsubun üzün güldürün, sevindirin. Onların pensiyasını verin, onların uşaq pulusunu verin ki, Allaha da xoş getsin də. Ay siz zəlil olasınız.
Hə, məndən bu qədər.